Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaçan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Banu, səni hələ də sevirəm. Samir, bəsdir. Nə olar, xahiş edirəm, yox demə. Sən əri tərəfindən tərk edilən, bir vaxtlar səni aldadan, sənə böhtan atan qadınla evlənmək istəyirsən? Hə. Bilirsən, mən səni heç unutmadım. Buna sənin ailən razı olarsa... Narahat olma Banu, sən bunu fikirləşmə. Evdəkiləri özüm razı salacağım. Yox, Banu, bu niyə? mümkün deyil, Samir. Cavab ver mənə, axı niyə? Lap əvvəl nənəm sənin mənə uyğun olmadığını demişdi. Yadındadır? Bilirəm. İndisə əksinə, mən sənə uyğun deyiləm. Bir müddət sonra Elnur kimi bunu mənim üzümə vursan necə olacaq? Banu, xahiş edirəm, belə demə. Mən o yaramaz Elnur kimi deyiləm. Bəsdir, ona yaramaz demə. Sənə söz verirəm, mən heç nəyi sənin üzünə vurmayacağam. Yaxşı, bəsdir, bu mövzunu bağlayaq. Nə olar, məni evə apar. Sənə deməyə başqa sözüm yoxdur. Ha, oturmuşsan. Ata, salam aleyküm. Səndən içki qoxusu gəlir. Arağı hardan tapdın? Ehtiyatda elə varım da. Xeyli yığıb saxlamışam. Özünü əla al, oğlum. Mən sənə böyük ümidlər bəsləyirdim. Sən mənə ümid bəsləyirdin. Sənin məndən başqa hələ 2 oğlun da var. Xahiş edirəm ata, onların yanına get. Məni rahat burax. Oğlum, Sən məni uşaqlıqda atıb getmisən. İndi gəlib ata olduğunu sübut eləmək istəyirsən? aslan, bəsdir oğlum. Özünü əla al. Güya mən kimə lazımam? Axı sən kişisən. Xahiş edirəm ata, məni rahat burax. Oğlum, axı sən özünü burada məhv eləyirsən. Eybi yox, mən özüm belə istəyirəm. Heç kimi görmək istəmirəm, xüsusilə də səni. Xahiş edirəm, çıx get. Yaxşı. Nə istəyirsən elə. O ata mıydı? Hə, atam idi. Atayla belə danışmaq olmaz. Bunu sən deyirsən? Evindən qaçıb getdiyin yadından çıxıb? Sənə də bir söz demək olmur ki.
Anacan, inanın, kaş ürəyimi yarıb içini görəydiniz. Bir damcı belə. Mən iki qızımın arasında heç fərq qoymadım. İnanın mənə, ana. Mən onları heç ayırmadım. İkisi də mənim üçün eyni idi. Hə, Ulduz xanım. Ulduz xanım. Sənə yazığım gəlir. Sən çalışmısan ki, bu qızlar sənin həyatını yaşamasınlar. Onların taleyi daha yaxşı olsun. Dedim əziyyət içində yaşamasınlar. İstədim ki, ərləri kasıb olmasın. Yalnız pul tapanda yemək bişirməsinlər. Uşaqları nəsə yemək istəsə, ürəklərindən nəsə keçsə, hansısa oyuncağı almaq istəsələr, atalarının nə vaxt pul gətirəcəklərini gözləməsinlər. Buna görə belə elədim, anacan. İstəmədim mənim kimi həmişə göz yaşı töksünlər. İstəmədim qonşular bu paltarı daha nə qədər geyinəcəksən deyəndə, ərim pul tapıb gətirəndə yenisini alacağım desinlər. Heç nədən utanmasınlar deyə bunu elədim. Qaynatasına, qaynanasına yalvarıb bir kasa yemək istəməsinlər deyə belə elədim. İstədim ki, ana, onlar bir kasa yemək yiyim deməsinlər. Heç vaxt əziyyət çəkməsinlər deyə belə elədim, ana. Mənə inanın. Mən yaşadığım həyatı düşmənimə də rəva görmərəm. Vəziyyətini başa düşürəm, Ulduz. Sənin üçün də bu dünyada heç asan olmayıb. Hə, ana, it kimi əziyyət çəkmişəm. Həyat belədir deyib yaşamışam. İnanın mənə. Mənə çox çətin olub. Anacan, heç ağlıma da gətirməzdim ki, Səmanın da, Banunun da həyatı belə olacaq. Ana, sizə yalvarıram, xahiş edirəm, Banunu əzməyin. O özünün varis olmadığını bilmirdi. Çünkü mən onu aldatmışdım. Varis olduğuna inandırmışdım. Çünkü o heç nəyi başa düşmədən bu işe baş koydu. Mənə inanın ana, o heç nəyi bilmirdi. Hər şeyi mən elədim. Məni bağışlayın, xahiş edirəm. Yaxşı. Səni başa düşdüm. Ulduz xanım, mən səni bağışladım. Çok sağ olun anacığım. Sizin qəlbinizə toxundum. Doğrudan da bu yazıq çox əziyyət çəkib. Hamı bu həyatda yaxşı yaşamaq üçün çalışır. Yoxsulluq doğrudan da hər bir adamı qəddarlaşdıra bilər.
Çox gözəl evdir. Süleymanovların evi belə olmalıdır da. Görəsən neyniyim, hə? Salam əleyküm. Nəsə olub? Müşahidə kamerasında gördüm ki, burada dayanmısınız. Xanım, mənə Səltənət ana lazımdır. Süleymanovlar ailəsinin başçısı. Onunla nə işiniz var? Onun nəvəsi Elnuru tapmışam. Doğrudan? Ümid eləyirəm onu aldatmaq istəmirsiniz. Yoxsa sizin üçün pis olar. Bu qədər uzun yol gəlmişəm. Yalan danışmaq nəyimə lazımdır? Yalan danışsam mükafat ala bilməyəcəm. Yaxşı, onda gəlin. Sağ olun. Niyə boş bekar oturmusan? İşlərini həll eləməyəcəksən? Bugün iş görməyə həvəsim yoxdur. Yenə o səmaya görə tərki dünya olmusan, qardaş, hə? Bacı, yenə başlamada xahiş edirəm. Sən yenə başlama, Polad. Əzizim, mən lap təəccüblənirəm. O Aslan necə oğlandı, hə? Toyu oldu, Səma artıq onundur. Niyə onu əlində möhkəm saxlamır? Hə? Bu sözləri sən deyirsən, qardaş, hə? Sən? Nə demək istəyirsən? Ay, öz gözündə tiri görmürsən, başqasının gözündə çöp axtarırsan, hə? Sən özün Səmanı neçə dəfə evə gətirdin? Toy eləyib evləndin. Ata-anası sənə neçə dəfə onu verdilər? Yadındadır? Neçə dəfə onu qaçırdıb evə gətirdin? Hə? Özün əlində saxlaya bildiyin o Səmanı. Gördün? Cavab verə bilmirsən. Ona görə də məndən böyük-böyük danışma. Salam əleyküm, ana. Əleyküm salam. Mən sizə bir xəbər gətirmişəm. Yaxşı, eşidirəm. Sizin nəvəniz Elnuru tapmışıq. Sən zarafat eləmirsən ki, bu doğrudur. Hə. Biz Elnuru gördük. Elnurun hansısa şəkli ya da hansısa əşyası var? Budur, baxın. Elnur, oğlum, O bir çobanın yanında qoyun otarır. əgər bu doğrudursa, məni onun yanına apararsan? Əlbəttə, sizi apararam. Amma siz elanda nəvəniz üçün pul mükafatı söz vermisiniz. O mükafat pulu versəz, onun harda olduğunu sizə deyərəm. Yaxşı, olsun. Verərəm. Bu da sənin mükafatın. Götür. Bəs eləyər? Çox sağ olun, ana. Əgər çaşıb məni aldatsan, səni tapmaq mənim üçün çətin olmayacaq. Ana, siz mənə bu qədər pul verdiniz. Mən heç sizə yalan danışaram. Sənə inandım. Oldu, salamat qalın. Yaxşı. Görüşənə dək. Alo, Səlim. Salam ana, necəsən? Salam, yaxşıyam. Nəsə olub ana? Elnur tapıldı oğlum. Nə dedin? Doğrudan? Hə, Onda indi gəlirəm. yaxşı. Tez gəl. Yaxşı, yaxşı.
Allah'a şükür. Ne oldu bay kişi? Kızımızın ölümünden sonra seni belə xoşbəxt görməmişdim. Elnurum tapıldı Dilber. Elnurum. Doğrudan? O sağdı. Ay, nə yaxşı xəbərdir Səlim. Özü de onu anam tapıp. Oy, Ben gidip onu görüp geleceğim. çox sevindim. Yaxşı, ben gittim. Elnur. Alo, salam aleyküm. Sağ ol. Ne olub? Hər şey yaxşıdır? Telefonda de, eşidirəm. Onda evinə gəlim. Yaxşı. Evdə olsan, vaxt tapan kimi yanına gələcəm. Yaxşı. Məlikə, vaxt tapan kimi hara getmək istəyirsən? Nədir, indi sən mənim hər addımımı izləyəcəksən? İstəmirəm fikirləşmədən nəsə bir axmaq hərəkət eləyəsən, qızım. Fikirləşmədən iş görməyi sən xoşlayırsan. Sən sualıma cavab vermədin. Mən sənin üçün balaca uşaq deyiləm ki, daim sənə hesabat verim. Bağışla. Sənə heç söz demək də olmur. Tövbə, inana bilmirəm. Bu evdə heç öz balam da məni qəbul eləmir. Mən nə qədər can yandırsam da xeyri yoxdur, hə? Belə tərbiyə vermisən də? Alo, Səlim. Ha ana, yoldayım, gelirim. Yox, lazım deyil. Mən özüm gedib Elnur'u götürüb gətirəcəm. Ana, koy mən də gəlim. Lazım deyil. Sən evdə olmalısan, matəm saxlayırsan. Arvadının yanında ol. Evə gələndən sonra mən sənə dərhal xəbər verəcəm. Onda gələrsən. Yaxşı anacan, oldu. Oldu. Şükür Allah'a. Elnurum tapıldı. Banu, az da olsa özünə gəldin. Hə, sağ ol. Banu, səndən bir daha soruşuram. Xahiş edirəm. Mənə ərə gəl. Məni bağışla. Bunu eləyə bilmərəm. Banu, sənə söz verirəm. Anamın canına and içirəm. Mən heç vaxt heç nəyi sənin üzünə vurmayacağam. Axı bilirəm, sənin heç bir günahın yoxdur. Sən həmin vaxt bu işləri görməyə məcbur olmusan. Səni başa düşürəm. Lazım deyil. Mənə əzab vermə. Onsuz da o vaxt elədiyim səhvlərə görə indi cavab verirəm. Hər şeyə görə mən özüm günahkaram. Səni də bu işlərə qarışdırmaq istəmirəm. Məni bağışla. İndisə get, kimsə çıxıb görəcək. Banu, xahiş edirəm, mənə qulaq as. Yox demə. Yox, Banu, Banu, Banu! Banu, dayan. Hə, danış görüm, nə olub? heç ana, elə belə. Banu, belə ağlıya gəzməkdənsə, mən dediyimi eləsən yaxşı olmazdı. Göz yaşı tökmək əvəzinə, sən o qaradan qisas almalısan, Banu.
Ana, mən nə dərddəyəm, sən nələr danışırsan, hə? Əgər ana ölsə, sən küçədə qalacaqsan. Məhv olacaqsan, başa düşdün? Bəs de. Onda mənə bu haqda heç bir kəlmə də demə. Əgər yenə bu haqda danışsan, hər şeyi Səltənət anaya danışacağam. Vay. Hey! Ah, bu necə dünyadır? Öz balana da inana bilmirsən. Allah'a şükür. Oğlum sağ salamatdır. Oğlum, Toxunma mənə. Əlin çiklənə bilər. bu nə sözdür mənim balam? Məni rahat burax nənə. Oğlum, belə demə. Axı mən səni neçə vaxt axtarıram. Səni zorla tapmışam. Axı sən niyə bura gəldin? Sənə görə oğlum, Yox. Əl çək məndən. mən sənin nənənəm axı. Bura sənin dalınca gəlmişəm. Mən tək yaşamaq istəyirəm. Səndən xahiş eləyirəm nənə. Mən hər şeydən bezmişəm. Məni rahat burax. Elnur dayan. Dayan oğlum. Hamıdan üz döndərsən də məndən üz döndərmə. Mənim səndən başqa heç kimim qalmadı. Səma da çıxıb getdi. Onun diri ya ölü olduğunu bilmirəm. Bacın Şəhrizadsa öldü. Cavidanın heç nə vecinə deyil. Süleymanovların övladı, davamçısı qalmadı bala. Sən Süleymanovların varisisən. Ona görə də mütləq qayıtmalısan. Sən bütün bunları hirslənib eləmisən. Oğlum, bunların hamısını unut. Məni bağışla. Ailəmizə, yəni qırmızı evimizə qayıt. Qayıt mənim balam. Sən inandığım yeganə insansın. Sən də məni atıb getmə. Bağışla məni nənə. Gücüm qalmayıb. Gücüm qalmayıb. Yaxşı oğlum, sakit ol. Özünü ələ al. Görəcəksən, hər şey yaxşı olacaq oğlum. Elnur. Nigar dayan. Buyurun, Yorulmayasan. sağ olun. Sizi içəri aparım, xanım. Yox, hələ biraz da burada oturmaq istəyirəm.
Məni bura Murad gətirdi. Dedi, biraz təmiz hava al. Biraz oturacağım. Necə istəyirsiniz? Qulaq as. Getmə. Sənə bir sözüm var. Daha doğrusu, sənə bir təklifim var. Amma məni səhv başa düşmə. Sən çox pul qazana bilərsən. Mənə pul lazımdır, düzdür. Amma əvvəlcə bunun necə iş olduğunu bilməliyəm. Yaxşı işdir, narahat olma. Yaxşı pul qazanacaqsan. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Sənə nə olub, Aslan? Əgər qardaşın dediyi kimi içkiyə qurşanmısansa, özünü məhv eləyəcəksən. Qızım, niyə məhv olmuş insana görə bu qədər fikir eləyirsən? Yenə gizlincə mənə qulaq asırsan? Təsadüfən eşitdim. Hər dəfə də təsadüfən eşidirsən. Ərin də dəlidir, sən də dəlisən. Niyə? Qaynın həyatını məhv eləyib. Bundan sonra çətin ondan adam olsun. O adam olmayıb, olmayacaq da. Sən çox qəddarsan, ana. Bir damcı da mərhəmətin yoxdur. Sən gözünü yaxşı aç. Ərinə də başa sal. Ağıllı qadın ol. Sənin qaynan o qızın dərdindən dəli olub. Ondan adam olmayacaq. Deyirsən dəli olmağına, ya da nəsə bir hadisə törətməyinə sakit dayanıb baxaq? Vay, niyə başa düşmürsən, hə? Yəni bu qədər axmaqsan, ikiniz ona görə nə qədər çox narahat olursunuzsa, o da bir o qədər özünü itirir. Ona görə də ağını çıxarır. Əgər burada olsaydı, bir şillə ilə onun ağlını başına gətirərdim. Ana, sən nə danışırsan? Hə, nədir? Ondan yaxşı danışmaq yox, onu yaxşıca döymək lazımdır. Bəlkə onda ağlı başına gələr. Tövbə, inana bilmirəm. İndiki zəmanədə cəmaatın gör nə qədər dərdi var. Sənin qaynınsa bir qızın dərdindən dəli olub. O doğrudan da ağlını itirib. Bəsdir. Səni eşitmək belə istəmirəm. Zəng elə, zəng elə. Zəng elə. Telefon ya söndürülüb, ya da əhatə dairəsi Dəvənin quyruğu yerə dəyəndə qaynın telefonu götürəcək. Ona nə qədər can yandırmağından heç xəbəri də yoxdur. Axmaqlar. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Deyəsən, getməyə qərar vermisən. Hə, elədir. Hə, Mən burada yaşadığım müddətdə şəhərdə böyük dəyişikliklər baş verib. Mən indi ailəmə çox lazımam, əmi, çox. bəs niyə bu qərara gəldin? Özünüz dediniz ki, Qədir əmi, dediniz ki, əgər ölmədinsə, deməli bu həyatda hələ görəcəyin işlər çoxdur. Budur, artıq həmin işləri görmək vaxtı gəlib çatdı. Düzgün qərar vermisən. Tərki dünya olmaqla heç nə dəyişməyəcək. Amma bir şey unutma. Qədir əmin buradadır. Nəsə bir kömək lazım olsa, qulluğunda hazıram. Mənə müraciət edə bilərsən. Çox sağ olun. Əlimdən nə gələr ki? Sənə bir-iki qoyun verə bilərəm. Əsas odur, o qoyunlar toylarda kəsilsin. Yasda yox. Sağ ol, əmi. Əmanətin. Ona vərdiş eləmişdim. Bundan sonra bu çomağa yox, öz ayaqlarına söykən. Oldu, əmi. Təşəkkür edirəm.
Bəlkə zəng eləyən adama çox lazımsan. Telefona cavab ver. Cavab vermək istəmirəm. Ümumiyyətlə heç kimə lazım deyiləm. Götür telefonu. İstəyirsən mən cavab verim. Yox. Başa düşmürəm, sən necə adamsan? Axı niyə belə eləyirsən? İçki içirsən, heç kimlə danışmaq istəmirsən. Sənlə danışıram da. Bu belə mənim üçün kifayətdir. Əgər hər şeyə qarışmağa davam eləsən, səndən danışmayacağam. Yaxşı. Bağışla. Keç içəri oğlum. Öz evinə qayıtdın. Sənsiz bu ev boş qalmışdı. Burada heç nə dəyişməyib. Yox oğlum, çox şey dəyişib. Bu haqda sonra danışarıq. Bu qadının bu evdə nə işi var nənə? Oğlum, insan gərək bağışlayan olsun. O elədiyi işlərə görə cəzasını alıb, tövbə eləyib. Hər nə olsa da sənin yanında günahkaram. Elnur oğlum, məni bağışla. Səni görüb ürəyim rahat oldu. Çünki Banu sənin yoxluğuna dözə bilmirdi. Sözlərinizin səmimi olduğuna inanmaq üçün gərək sübutum olsun. Sizin heç bir sözünüzə inanmıram. Elnur, içəri gedək. Salam, xoş gördük. Sən qayıtdın? Sənin ananın anamı öldürməyə haqqı var. Mənim ondan qisas almağa haqqım yoxdur, cavab ver. Ananın elədiyi işə görə bu belə azdır. Əgər sənin anan qadın olmasaydı, onu daha pis cəzalandırardım. Hər nə eləmiş olsa da o mənim anamdır. Sənsə vəhşilik elədin. Mənim üstümə qışqırmazdan əvvəl bir özünə bax. Sən necə kişisən? Bu qədər vaxtı evliyik, mənə əlini belə vurmadın. Nədir? İndi gücün anama çatdı? Sənin gücün yalnız qadına çatır? Nə dedin? Cavab ver. Hə, niyə bir söz deyə bilmirsən? Səni boşayıram. Səni boşayıram. Boşayıram. Gedək oğlum. İçəridə danışaq. Şikəstin bir şikəst. Ölməyibmiş, evə qayıtdı, alçaq. Bir bu çatmırdı. Amma bir tərəfdən bu şikəstin qayıtmağı yaxşı oldu. Onun cilovunu əldən buraxmışdım. Sən hələ gözlə. Cilovunu əlimə alacağım, görərsən. Ana. Samir, əcilab. Banu artıq mənim əlimdə idi. Mənlə barışmağa razı idi. Samir olmasaydı, hər şey başqa cür olardı. Alo. Oğlum Fərrux, bu sənsən? Siz kimsiz?
Mən sənin ananam, oğlum. Yox, məni övladlığa götürüblər. Mənim anam yoxdur. Məni bağışla, oğlum. Mən buna məcbur oldum. Səni övladlığa verdim, əziz balam. Yox, bu ola bilməz. Siz səhv eləyirsiniz. Yox, oğlum, səhv eləmirəm. Mənim evimə gəl. Hər şeyi sənə başa salacağam, yaxşı? Yaxşı. Hardasınız? İndi sənə evimin ünvanını göndərəcəm. Oğlum, evimizi asanlıqla tapacaqsan. Səni gözləyəcəm, oğlum, tez gəl. Yaxşı. Anam. Evimizə xoş gəldin mənim balam. Çox sağ ol nənə. Elnur, indi ailəmizin başçısı sənsən oğlum. O vaxt elədiyim hər şeyə görə məni bağışla nənə. Ana öz balasını bağışladığı kimi, mən də səni çoxdan bağışlamışam əzizim. Amma o işlər baş verəndə mən də böyük səhv elədim. Çox günahkaram oğlum. Həmin vaxt mən anana atılan böhtana inandım. Mənim səhvim o oldu ki, heç nəyi araşdırıb yoxlamadım. Məni bağışla. Amma baş verənlərə görə əsas günahkar olan insan indi sənin evində yaşayır. Onun vəziyyətini özün də görürsən. Olub keçənləri unut. O elədiyi günahların cəzasını alır. Çox təəssüf ki, hər nə olsa da Süleymanovlarda rəhim, mərhəmət hissi var. Sən ona fikir vermə. Qoy burada yaşasın. Onsuz da heç nə eləyə bilmir. Yaxşı da olsa, pis də olsa, Səmanı o qadın boya başa çatdırıb. Bilirsən ki, ilan daim zəhər saçır nənə. Bunu unutma. Yenə də ehtiyatlı olmaq lazımdır. Banu mənə rədd cavabı verdi. Mən mütləq Banunu geri qaytaracağam. O yaramaz Elnuru yox eləyəcəm. Banunun bu quyuya düşməyinə görə yalnız Elnur günahkardır. Əgər o olmasaydı, həmin vaxt Banu mənim olardı. Elnur. Ana. Elnur. Salam ata. Salam oğlum. Ata yaxşısan? Yaxşıyam, çox sağ ol. Hər şey qaydasındadır? Hoş gəlmisən. Hara yoxa çıxmışdın, ha? Niyə heç nə demədən çıxıb getdin? Ata, əlil olanda hərbi xidmətə getməmişdim. Ona görə də hərbi xidmətə getmək istədim. Aferin, yaxşı. Səni axtarmadığım yer qalmadı. Fikirləşmə ki, atan səni axtarmadı, ha? Məni tapmağını istəmədim. Amma bilirdim ki, sən məni axtarırsan. Ha, çox şükür. Niyə heç nə demədən getdin? Ata, mən biraz tək qalmaq istədim. Bir-iki şeyi dərindən fikirləşib, düşüncələrimi qaydaya salmalıydım. Yaxşı, əslində bu da lazımdır. Düzdür. Artıq özünə gəlmisən, oğlum. Hə, indi yaxşıyam ata. Lap yaxşı. Gəl gedək.
hardasa oturub ata-bala dərdləşək. Mən nənəmlə bəzi məsələlər haqqında danışmalıyam. Sən həmişə getdiyimiz yerə get. Mən də ora gələrəm ata. Yaxşı, onda mən gedim masanı hazırlatdırım. Oldu. Afərin oğlum. Qayıtdığına çox sevindim. Səndən hələ çox işlər görəcəyik. İnşallah. Oldu. Yaxşı ata. Getdim. Yaxşı yol. Kim var? Evde kimse var? Salam aleyküm. Necəsiz? Mənə zəng eləmişdilər. Bu evin ünvanını göndərdilər. Həmin qadın dedi anamdır. Mən sənin ananan oğlun. Siz? Siz? Mənim adım Xumardır. Mən sənin ananam. Atandan sonra sənə baxa bilmədim. Övladlığa verməyə məcbur oldum. Ana? Bilirdim. Serial Space televizyasının sifarişiyle paylaşıldı. Indi gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.